dünyasının əsas hədəfi insanlar kimi düşünən və qərar verən, hətta onlardan daha ağıllı süni intellektli robotların hazırlanmasıdır. Və istəsək də, istəməsək də süni intellekt həyatımıza daxil olub. Və süni intellekt ədəbiyyata necə təsir edə bilir? Bu mümkündürmü? Çox sağ olun. Əvvəlcə təşəkkür edirəm Şəmmə xanım mənə dəvət elədiyiniz üçün. Onu deyim ki, süni intellektin ədəbiyyata təsiri təbii ki, çox böyükdür. Və onu da siz dediniz, insandan daha ağıllı, süni intellekt insandan daha ağıllıdır. Ancaq mən onu deyim ki, süni intellekt insandan daha ağıllı ola bilməz. Çünki süni intellekti insan yaradır. Yəni bizim yaratdığımız bir şey bizdən ağıllı ola bilmir. Amma onu deyim ki, süni intellekt bizi idarə edə bilir. Yəni biz artıq telefonlarımıza, kompüterlərimizə o qədər aludə olmuşuq ki, artıq onların təsirindən çıxa bilmirik və bizə çox böyük təsir edirlər. Süni intellektin ədəbiyyata təsirinə gəldikdə, onu deyə bilərəm ki, son dövrlərdə ölkəmizdə, yəni Prezident İlham Əliyevin Azərbaycan Respublikasının 2025-2026-2028-ci illər süni intellekt strategiyasının təsdiq olunmasından sonra demək olar ki, ölkədə bu sahədə böyük bir sıçrayış baş verdi. Düzdür, ondan əvvəl də yəni biz istifadə edirdik süni intellektin müəyyən məqsədlərdə, müəyyən dərəcədə istifadə edirdik. Ancaq bu sərəncamdan sonra elə bil ki, ölkədə süni intellektlə bağlı bir canlanma baş verdi. Və biz başladıq ədəbiyyata, elmə, hətta yəni elmin bütün sahələrinə və öz şəxsi həyatımıza demək olar ki, süni intellektin gözü ilə baxmağa. Və ədəbiyyata təsirinə gəldikdə süni intellektin onu deyim ki, çox böyük bir sıçrayış baş verdi. Belə ki, artıq istifadə elədiyimiz proqramlar bizə hazır mətnlər verir. Yəni biz tutaq ki, bir hekayə yazmaq istəyirik. Yazırıq onun adını və yaxud da içində nələrdən istifadə eləmək istəyirik, düşüncəmizi yazırıq ki, belə bir şey istəyirəm. Süni intellekt bizə belə bir hekayə hazırlayır. Ancaq məsələ bunun hekayə də hazırlayır, roman hazırlayır. Hətta yəni elə nümunələr var ki, 100 səhifə, 200 səhifəlik bir roman, bir povest, bir hekayə, belə bir şeylər, demək olar ki, bir kitab hazırlayır süni intellekt. Amma onları biz diqqətlə oxuyanda görürük ki, orada insan ruhu yoxdur. Yəni ədəbiyyata təsir var, əlbəttə ki, bu bizim ədəbiyyatımızı sürətləndirir, inkişaf elətdirir, dünya arenasına biz çıxa bilirik, yəni dünyaya inteqrasiya edə bilirik, dünyadan nə isə ala bilirik və özümüzü dünyaya tanıda bilirik. Bu bölümdən, bu hissədə əlbəttə yaxşıdır, çox əladır. Amma digər tərəfdən baxanda orada ədəbiyyatda insan ruhunun ölməsi, yəni ədəbiyyatımıza heç bir şey qazandırmır. Biz insan olaraq süni intellektdən elə bir ədəbiyyat üçün deyirəm bunu. Yəni əslində bütün sahələr üçün deyirəm, xüsusən də ədəbiyyat üçün biz bunu elə istifadə etməliyik ki, süni intellekt bizim ruhumuzu əlimizdən almasın. Yəni biz o hekayəni oxuyanda, o hekayəni ki, süni intellekt yaradıbdır, biz onu oxuyuruq və oradan görürük ki, həqiqətən bu insan düşüncəsinin, insan ruhunun, ruhu ilə yazılan hekayədən çox seçilir. Orada his, ruh, insanın beynindəki o baş verən təlatümlər, insanın ruhunda baş verən o təlatümlər, o süni intellektin yazdığı hekayə romanlarda yoxdur.